neçə növ təkəbbür ola bilər insanda? Bir, sənə təkəbbür edənə qarşı ürəyində təkəbbür olar. Deyirlər ki, bu olmasa yaxşıdır. Təkəbbür edənə qarşı da ürəyində təkəbbür olmasın. Bəs hədis var axı, təkəbbür edənə qarşı təkəbbür göstərmə ibadətdir. Deyir, göstər, təkəbbürlü davran, amma ürəyində təkəbbür olmasın. Təkəbbürünün qabağında təkəbbürlü davran ki, yerini tanısın, islah olsun. Yəni, həddini bilsin, özünü islah eləsin, özü üçün elə davran. Amma o demək deyil, qəlbində də təkəbbür olsun. Təkəbbürlü davran. Amma bunu haradasa başa düşmək olar da, biri mənim qabağımda təkəbbür göstərir, mənim ürəyimdə də təkəbbür yaranır. 2. Mənə qarşı nə təvazökardır, nə təkəbbürlüdür. Mənə qarşı heç bir xüsusi münasibəti yoxdur, ona qarşı mən təkəbbür göstərirəm. Deyərlər ki, axı buna niyə görə təkəbbür edirsən? Bu birincidən bir pillə də pisdir. 3-cü nədir? Mənə qarşı son dərəcədə təvazökar, son dərəcədə mərhəmətli, ürəyi yanan adama qarşı təkəbbür göstərmək, buna deyərlər ki, adamsan, insan ol. Buna belə deyərlər. Deyərlər, adamsan, adam ol. Bu insan ki, sənə bu qədər təvazökarlıq eləyir, sən niyə su istifadə edib onun müqabilində təkəbbür göstərirsən?